Bugün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil verilib. Mənzillər Bakının Hövsan qəsəbəsindəki yeni yaşayış kompleksində təqdim edilib. 4 saylı Dost mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri olub. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalara aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayıb. O bildirib ki, möhtəşəm tarixi zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlətimizin başçısının göstərişi ilə şəhid ailələrini və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Qeyd edilib ki, post-müharibə dövründə həmin kateqoriyalardan olan vətəndaşlara 6900, ümumilikdə ötən dövrdə 16000-ədək mənzil və fərdi evlər təqdim olunub. Eyni zamanda şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, sosial dəstək proqramları, reabilitasiya xidmətləri ilə əhatə edilmələri, məşğulluqlarının təminatı və digər istiqamətlərdə aparılan işlərdən bəhs olunub. Şəhid ailələrin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə edildiklərinə, həmçinin bugün yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.